Assalamu alaikum. Yeni işe başlamışıq. Sadəcə neçə gündür video çəkə bilmirəm. Biraz düzmüşəm. İnşallah. Bu həyətdir. Daşlardır. İki maşın, bir maşını tutarmışam demək olar ki. Damın içidir. Düzmüşəm. Təmizləmək qalıb. Süpürüb təmizləyəcəyik. Ben kurtarmışam. Bu hissədir. Haradasa yuxarısı, aşağısı 500 var. Yəni 500 neçə ola bilər. Bu da qapaq, kanalizasiya qapağıdır. 60'dan 60'a yekə bir qapaqdır. Gül yeri. Bağın yerini belə götürdülər. Ben düzmüşəm. Yakalım palçanı. Assalamu alaikum. Bu kadar yer eləmişik dünənləri. Elhamdülillah hava istidir. Dünən yaxşı idi biraz. Bugün hava istidir. Nəfəs almaq olmur. Elhamdülillah. Çətindir, asab deyil. Heç bir sənət asab deyil. Hər bir sənətin öz çətinlikləri var. O görə bəzi adamlar var deyirlər, nağarsan da bir dənə daşlar qoyursan, üstündən baltalayırsan. Elə deyil. Məsələ baltada deyil, daşda deyil. Məsələ istinin altında neçə dərəcə istidə işləməkdir, bu haldır. Elhamdülillah. O görə heç vaxt ustalara demiyorum ki, yeyinsən bir dənə mismardır da vurursan. Hər bir sənətin çətinlikləri var. Əziyyətlə qazanılır. Əsas o da halal qazanılır. Elhamdülillah. Allah eviyyələrin də canını sağ eləsin, ustaların da canını sağ eləsin. Allah hamının işinə bərəkət versin.
Elhamdülillah yavaş yavaş iş gedir. Allah'ın izniyle. Bugün bir hissəsinin palçığını tökəcəyik. Savada qalan hissəsinin palçığını tökərik. Bu da həmişə kamera arxasında olan köməkçimiz. Bax bu həyət. Elhamdülillah. İnşallah. Görək nə edirik. Elhamdülillah. Neçə gündür daşımız gecikir. Bura hələ burada saxlamışıq. İndi bu gün inşallah buranın palçığını tökəcəm. Belə. Daş gəlsə 4 maşın o tərəfə daş lazımdır. Gəlsə oranı düzəcəm bu gün. Hələ ki qumlayırlar. Bəzi xırdapara işlər var idi, onları belədik. Burada qapaq. Bu 2 dəfə fəhləşdirəm. İpi qırdınız? Yox. Bu mənim köməkçilərimdir. Elhamdülillah. O bura. Daş gəlsəydi işləyərdik. Elhamdülillah. Buranı 2 metre yarım evdən bəri gəlmişik. Düz o belə.
İkinci 2 metrən gəldik. Orada çatmışıq evin içində satırıq. Baxın belə. Bu da lük. Kanalizasiyon qapağı. Buradan belə. Hələ o tərəflər qalıb. O da işçilərimdir. Allah onu versin, yorulmasın. İdmançımızdır bu. Bu da ağsaqqalımızdır, Tahsili ağbaşımızdır. Elhamdülillah. Buradan bütün hamısı belə. Gələcək bu belə. Gəlir. İnşallah. Elhamdülillah. Gözəl yağış yağır. Navesin altını tutarmışıq. Keçmişik Navesdən kənara açıq yerə. O da yağış yağır elhamdülillah. Daş gecikməsəydi tutarmışdıq çoxdan. Elhamdülillah. Xeyr Allah'tan. Buranı belə yağışa görə dayanmışıq. Böyle. Şimdi görək nə edirik. Palçır da tökməliyik. İnşallah. Bir maşın daş bu. Riyarı eləmişəm. Bir maşın da çöldə. Bir maşın da çöldə. Böyle. Elhamdülillah. Gün çıxıb, qəşəng. Dünən o ağ yeri vurmuşam. Quru olan yeri dünən vurmuşam. Elhamdülillah. Bax buranı. Buradan o yana da palçığını tökmüşəm. İndi bu saat qaşıdım. Elhamdülillah. Buralardan qaşıdım bugün. Belə qalıb bir dənə buralar. Bugün də biraz düzdüm, sonra palçığını tökəcəm inşallah.
Belə heç də qalmayıb. Allah'ın izniyle qurtarırıq. Elhamdülillah. Axır ki bitirdim. Buranı da. Şimdi bura təmizlənsin, süpürülsün, yuyulsun. Haradasa aşağısı 3 gündə ağzını yazacağım inşallah. Bir iki xırda işlər qalıb. Bu damların qabağına pillə qoyacağım. Sonra çöl qapıya, arxa qapıya bir dənə səki. İnşallah ki 2 gün olacaq. Bir 3 gündə aşağısı filtre ağzını yazacağım. 5 gün, bir həftə. Ümumi xırda işlərlə bir yerdə bir həftə işim qalıb. Elhamdülillah. Yazandan sonra da inşallah çəkib göstərəcəm. Biraz xəstəyəm. Məcbur olub gəlib işləmişəm. 3 gündür xəstə işləyirəm, elhamdülillah. Bu da trapdır. Belə. Belə 500-600 kvadrata yaxın yerdir. Haradasa 580 kvadrat belə. Avqust ayının 11-dən başlamışam. 11-dən başladım. Demək ki 2 aya yaxındır. Gəlin ayın 11-i 2 ay olacaq. Bu 2 ayın bütün günlərini işləməmişəm də. Daş gecikib, ondan sonra yağışlar yağıb. Sonra da deyirlər ki bahadır. İşlədiyin yer, iş bahadır. Mən işləmədiyim günləri götürəndə nə qədər geri gedirəm. Belə. Elhamdülillah. Yenə də Allah bərəkət versin. Ümumi 25 gün işləmişəm. Bu biridir. Bu üstü qalıb bir dənə. İkinci pillənin üstü. Ondan sonra təmizlənəcək, qəşəng olacaq. Bu bir pillə. Bu ikincidir. Mən də indi aşağısını düzəltmişəm. Üstünü də düzəldəcəm. Bu da bu. Təmizlənəcək, qaşınacaq, olacaq əla. Elhamdülillah. Qurtardıq. Qaldı bir dənə yazmağa. Xırda işlərdə qurtardıq. Allah'ın izniyle. Damların qabağını pilləkənlə qoyduq. Qəşəng yazacağıq. Olacaq qəşəng. Təmizləyəndən sonra laf yaxşı olacaq. Belə. Bu da belə. Bugün küləkdir, elhamdülillah. İşləri qurtardıq. Yuyub təmizləyib yazmaq olacaq. İnşallah. Bu da arxa qapının pilləkanı. Bunu da yuyub təmizləyib arasını yazacağım. Olacaq yaxşı. Bu arxa qapının pilləkanı. Gülleyeli. Elhamdülillah. Başlamışam yazmağa. Yudum təmizlədim. Başlamışam yazmağa. Evin arxa hissəsini təmizlədim. Yazdım. Burada qurtardı. Elhamdülillah. Burada belə.
Şöyle de yazmışam. Olmasıyla bir taraflar kalıp hele var bir hardasa 2 gün zaten böyle gün yarım hele yazacağım. Bu da böyle. Elhamdülillah işi kurtardık. Bak bu cibine işte burada da plekanlar. Bir pille, 2 pille, burada 3 pille, böyle gül yeri, kanalizasyon sistemi da var. Buradan böyle zılluk, buranın lukudu. Buranın da suyu gelir bura. Kanalizasyon sistemi. Böyle. Buranın da bütün suyu inşallah gelir bura. Buradan da girdik çöle. Burada trap. Bütün bu həyətin suyu hamısı gelir bura trapa. Burada daş koymuşuq. Burada kanalizasyon yeridir. Daş koymuşuq. Burada da arxanın suyu gelir düz bura. İnşallah. Bak böyle. Buradan da burada bu da böyle. Elhamdülillah.